Qaqa, o bir dənə təzə mahnı çıxıb, Azərbaycan mahnısıdır. Onu bir dənə tapat da qardaşına. Öz Azərbaycan mahnısıdır, sözləri də belədir. Bax, desən biləcəksən. Kişi dolma dedi, yana yana dolma dedi. Hə, əziz izləyicilərim, bax elə bu gözəl musiqi sədaları altında o ölsəm də yemərəm dediyimiz kələm dolmasının təqdimatını hazırlamışam. Kələm dolması sevməyən bir ədəd mən də varam, ta ki öz əlimlə içliyini bu qaydada hazırlayana kimi. Hazırda heyvanın da fəslidir. İnanın ki, siz də bu qaydada hazırlasanız çox sevməyiniz qaçılmazdır. Tez başlayaq işə. Bir ədəd orta ölçülü kələmin ortasını çıxardıb qaynar suda bir buğum qaynatdım. Evdə olan bir damcı əti elə gözəl ədviyyatlarla qarışdırdım ki, gəl görəsən. İçliyə çəkilmiş ət, zövqə görə soğan, yaşıl göyərti, yumru düyü, sarı kök, qara istot, pul biber, 2 xörək qaşığı ev usulu biber pastası, 2 ədəd pomidor və kərə yağı əlavə edib yaxşıca qarışdırdım. Dolmaları bu qaydada büküb aralarına heyva dilimləri düzdüm. 2 stəkan su əlavə edib ocaqda bişirdim. İnanın, bu bildiyiniz kələm dolmasından deyildi. Siz də bir dəfə öz əllərinizlə zövqə görə ədviyyatlarla belə hazırlayın. Kələm dolmasını mütləq sevəcəksiniz. Hələlik. Şu dolma dedi.